Çünki sən başdan ayağa cındırsan, şəxsiyyətsizsən. Alçağın qızı alçaq. Bir qeyrət oğlu xəbəri olmayan anasından. Nə daha sonra Manaf müəllimin şəkillərini süni intellektlə paylaşıb. Sən şantaj cındır. Gör sən nə qədər afriskasan ki, azdan gəlib mənə demirdin ki, Manaf əlimdə saxlayıram ki, onun yaxşı əhatə dairəsi var, maddi və mənəvi mənim köməyimə çatır. Az fahişə. Onun dostlarına pula çıxan fahişəsən də sən. 2000 manata. Cındır qızı cındır. Özünü mənə tanıtırsan, nə daha sonra Manaf müəllimin şəkillərini paylaşırsan süni intellektlə. Cındır sənsən də öz storində bu dəqiqə özünü paylaşmamısan süni intellektlə. Hə? Şəxsiyyətsizin qızı. Mən aparanda qardaş, aparsınlar da dövlət orqanı belə çıxmasın, vətəndaşı aparmalıdır da. Aparanda deyəcəm, baxın, görün bu Azərbaycan qadınına yaraşar, uşağı qoyub ağzına badımcanı 3 hərfli söyüşü yapışdırıb alnının ortasından. Onu edam eləməliyik biz. Biz Azərbaycan dövləti olaraq, milləti olaraq onu edam eləməliyik. Alçağın qızı, alçaq. Qadın görmüşük ki, namus üstündə həbsə düşür. Mənə deyir, türemişik. Oradan da uşağın şeyini paylaşır, ağzında badımcanı. Allah'ın olsun dostlar. Bax, anamın yatdığı torpağın olsun, Manaf müəllimi paylaşan odur. Bax, əlimi Qurana basın. Canlı yayımda Quran qoyum, əlimi Qurana basım ki, Manaf müəllimi paylaşan odur. Bax, Qurana and olsun. Linki də Almaniyadan açdırıb. Şəxsiyyətsiz. Millətə kələk gəlir. Heç elə bir ki, Dənizlə telefon danışıqları durmur, ya Dənizlə telefon danışıqlarına yol verən bu deyil ki, deyir, Manaf əlimdə saxlayıram ki, mənə lazımdır, Manaf mənim üçün güclü adamdır, ətrafı var, əlaqəsi var, yaxşı dostları var, pulu var, gedirəm pul qazanıram. İndi Manaf müəllimi paylaşırsan ki, yayındırasan ki, başqaları ilə hansısa xaricdən düşmənli eləyir. O, sənsən, sənsən axı, mən bilirəm sənsən, sən özün mənə demirsən. Bəsdir da, nə artisti eləyirsən. Bir də ki, o prodüserim var, 5 manat verib alım sana. O bizə lazım deyil, o sənə lazımdır. Mən heç vaxt iki sözü bir arda deyə bilməyən insan mənə maraqlı deyil. Mənə güclü insanlar maraqlıdır. Sən kimi əsən bu tərəfə, başı gedib gələn adamlar yox. Başa düşdün? Mənə savadlı, intrigin, səviyyəsi olan, sözü keçən, hörməti olan, stoykasını saxlayan, 100 dənə ona üzərinə müharibə elan eləsinlər, düşmənləri gəlsinlər, geri çəkilməyən adam. Mənə təlxəy adam lazım deyil. Təlxəy sənə lazımdır. Başa düşdün? Şəxsiyyətsiz. Körpə uşaqlara, valideynlərə zülm edən şəxsiyyətsiz. Yox. Onun çıxartdığı oyunları siz bilmirsiniz. Ay cəmaat, onu mən tanıyıram. Onu mən tanıyıram. O bütün günü telefonda süni intellektlə düzəldir. Atır ora şəkili. Sən də üz görüntü və atır, hazırlayır, paylaşır. Gör Manaf müəllim, Tolik. Gör bu adam başqaları niyə paylaşmır? Paylaşsın Eltonu. Paylaşsın Ramalı. Paylaşsın dayan deyəcəm. Firuzə xanım İbadovanı. Paylaşsın da. Cındırın biri, cındır. Alçaq. Hiləgər, afris. Adamla dostluq eləyirsən, kişi qızı kimi elə. Başa düşdün, şərəfsizcəsini eləmə. Nətər o günləri Toliklə Manaf mənim qarşıma çıxmışdı. Oyunbaz, çox oyunbaz qadınsan sən, çox. Amma səni mən tanıyıram. Mən səndən 4-5 il yoldaşlıq eləmişəm.